Deməli belə, mövzumuz nədir uşaqlar? Mövzumuz aparat təminatı bölməsidir. Mövzumuzun adını qeyd edirəm. Aparat təminatı. Aparat təminatı nədir? Aparat təminatı nəyi öyrənir? Başlayaq onları ə, sadalayaq. Biz aparat təminatı dedikdə buna konkret olaraq bir tərif söyləsək doğru olmaz. Çünki aparat təminatı anlayışı geniş bir anlayışdır. Yəni aparat təminatı dedikdə biz texniki baxımdan kompüterin əsas tərkib hissələrinə nəzər yetirəsirik. Kompüterə qoşulan əlavə qurğuları öyrənəsirik. Onların bir-biri ilə hansı qaydada əlaqələnməsinə nəzər yetirməyə çalışasıq. Daha sonra kompüterdə informasiyanı saxlamaq üçün yaddaş qurğularından danışasıq. Yəni ümumilikdə kompüter bir elektron qurğu olaraq hansı hissələrdən ibarətdir və kompüter modeli hansı qurğular vasitəsilə genişlənir, onlar bir-biri ilə nə cür əlaqədə olur, bunlar haqqında danışasıq. Yəni aparat təminatı bütövlükdə kompüterin texniki hissəsini, avadanlıq hissəsini öyrənən bölmədir. İndi biz danışırıq nələrdən? Kompüterlərdən də, kompüterlərin texniki bir qurğu kimi incələyirik. Biz əvvəlcə bu bölmədə nədən başlayırıq danışmağa? Dimin nəzəriyyəsində də belədir. Dimin nəzəriyyəsindən olduğu kimi sizə bu bölməni konspektləşdirəcəyəm. Deməli, birinci biz danışırıq nədən? Fərdi kompüterlərin növlərindən. Buradan yazıram. Fərdi kompüterlərin növləri. Burada hansı növlər var? Deməli, gələk sadalayaq. Birinci biz nə deyirik? Masaüstü kompüterlər. Masaüstü kompüterlər deyəndə bura nələr aiddir? Yəni, bura bizim o məktəblərdə falan gördüyümüz personallı kompüter dediyimiz fərdi kompüterlər aiddir. Yəni, bunlar hansı hissələrdən ibarətdir? Özünün xüsusi monitor, klaviatura, mouse və sistem bloku olan hissələrdən təşkil olunan kompüterlər, bunlar adlanır masaüstü kompüterlər. Sonra gəldik, baxdıq, nə gəlir? Masaüstündən sonra dizüstülər, laptoplar. Yəni, dizüstülər hansılar sayılır? Notebooklar. Məsələn, bunlar dizüstüdür. Bu laptoplar daşına biləndir, masaüstülər daşına bilən deyil. Ancaq dizüstülər daşına biləndir. Bunların işləmə imkanları masaüstündən geridə qalır. Ancaq bunlar da, belə deyək də, masaüstü kompüterin davamlı olaraq enerji ilə təmin olunma ehtiyacı var. Yəni, masaüstü kompüterin işləməsi üçün o mütləq şəkildə enerjiyə bağlı olmalıdır. Sadəcə dizüstü kompüterlər müəyyən bir müddət enerji saxlama qabiliyyətləri olduğuna görə onların davamlı enerji ehtiyacı olmur. Yəni batareya ömrü olduğuna görə onlar, yəni enerjisiz də, enerji bağlantısı olmadan da bir müddət fəaliyyət göstərə bilərlər. Ümumiyyətlə bu cür kompüterlər daşına bilən və yaxud dok stansiyalar adlanır. Ondan sonra bizdə nələr var? Ondan sonra bizdə var dizüstüdən sonra ovuc-içi kompüterlər deyirik. Ovuc-içi kompüterlər. Ovuc-içi kompüterlərdən sonra bir də biz nələrdən danışırıq? Planşetlər və bir də smartfonlardan danışırıq. Planşetlər və bir də smartfonlar. Planşetlər və smartfonlar. Bu ovuc-içi kompüterlər hal-hazırda belə deyək də istifadə olunmur. Bunlar bir müddət istifadə olundu, bazarda oldu, yəni satıldı bunlar. Bunlar planşetlərdən də daha kiçik ölçüdə notebook kimi sadəcə notebookun daha kiçilmiş versiyası kimi olan bir belə deyək də kompüter növləridir. Planşetlər və smartfonlar da bunlar da arxitektura baxımından fərdi kompüterlər üzərində yığılır deyə bunlar da kompüter hesab olunur. Yəni sizin cibinizdə olan telefonlarınız, istifadə etdiyiniz planşetlərin özləri də əslində bir fərdi kompüter hesab olunurlar. Bunlar olur. Burada planşetlərin yanında smartfonları da qeyd etmək lazımdır. Yəni sizin ağıllı telefonlarınızdan söhbət gedir. Bu olur fərdi kompüterlərin növləri. İndi biz gəlib baxırıq fərdi kompüterin quruluşuna. Yəni bir kompüterin quruluşu nə cür olmalıdır? Başlayıb onlardan danışırıq. Deməli, kompüterin quruluşun, yəni hal-hazırda istifadə elədiyimiz arxitekturanı
İkinci Dünya müharibəsi ərəfəsində John von Neumann veribdir. Von Neumannın ilk yaratdığı kompüter ENIAC olubdur. Yəni ENIAC bu gün istifadə elədiyimiz cihazların əcdadıdır, ən ulusudur. Və von Neumann deyirdi ki, kompüter layihələndiriləndə bəzi arxitektur prinsiplərə əməl eləmək lazımdır. Bu arxitektur prinsiplər nədir uşaqlar? Neumann deyirdi ki, kompüterdə olmalıdır mərkəzi hissə və bir də kompüterdə olmalıdır periferiya hissəsi. Bu mərkəzi və periferiya nə olan şeydir? Mərkəzi və periferiya, mərkəzi hissə kompüterin əsas qurğularını özündə saxlayan qurğulardır. Bu mərkəzi hissəyə aid eləyirdi bir idarə etmə qurğusu və hesab məntiq qurğusu. Bunu biz adlandırasıyıq prosesor və yaxud mikroprosesor deyəsiyik. Prosesor ya da biz bunu adlandırırıq CPU, CPU. Bir də deyirdi ki, mərkəzi hissəyə aiddir. Qısaca yazıram DYG. Bu DYG nə deməkdir? DYG daxili yaddaş qurğuları deməkdir. Daxili yaddaş qurğuları. Deyirdi ki, mərkəzi hissədə olmalıdır bunlar. Və deyirdi ki, bu prosesorun özü kompüter üçün iki işi görür. Bir, idarə etmə işini görür. Yəni, prosesor kompüteri idarə eləyir. Və bir də hesablama məntiq əməliyyatlarını yerinə yetirir. Bir də buradan gəldik, yazdıq. Hesab məntiq qurğusu. İndi bir də bu DYG nədir? Kompüterin işləməsi üçün daxili yaddaş qurğuları var. Bir də xarici yaddaş qurğuları var. Daxili yaddaş qurğularında bölürdük iki yerə. Bir var idi əməli yaddaş, bir də burada var idi daimi yaddaş. Şimdi bu daxili yaddaş qurğularını daha geniş öyrənəsiyik. Bu mərkəzi hissə idi. Sonra bir də gəlirdi periferiya hissəsi. Periferiya hissəsində deyirdi ki, olmalıdır daxil etmə, xaric etmə qurğuları, daxil etmə, xaric etmə qurğuları. Deməli, bunu biz belə yazırıq. Deməli, elə DXG də yaza bilərik. Giriş-çıxış qurğuları deyək biz bunlara. Giriş-çıxış, giriş-çıxış qurğuları. İndi bu qurğuları öyrənəsiyik. Bir də deyirdi ki, bura aiddir xarici yaddaş qurğuları. Bu xarici yaddaş qurğularını da öyrənəsiyik. Bax, bu oldu Neymana görə. Yəni, bizim bugünkü kompüterimizin arxitekturası bunlardan ibarətdir. Deməli, gəldik, baxdıq. Və deyirdi ki, bu mərkəzi hissə ilə periferiya hissəsin əlaqələndirən vasitə adlanır sistem interfeysi. Sistem interfeysi. Yəni, mərkəzi hissə ilə periferiya hissəsi bir əlaqəsi var və həmin əlaqə adlanır sistem interfeysi. İndi gələk baxaq. Nədir məsələmiz? Sistem interfeysinin nə olduğunu bildik. Və ümumilikdə kompüterin işləmə prinsipi necədir? Kompüterin işləmə prinsipi belədir. Burada mikroprosesorun adını çəkdik. Deməli, buraya yazıram mikroprosesor. Mikroprosesor eyni şeydir. Kompüter bax bu şəkildə işləyir. Kompüterin olur mikroprosesoru. Qısaca yazdım CPU. Qaydan da bu CPU neyinir? Bu CPU emal eləyən qurğudur. Emal edicidir. CPU-da davamlı emal etmə prosesi baş verir. Verilənlər giriş qurğuları vasitəsilə deməli kompüterin mərkəzi prosesoruna ötürülür. Giriş qurğuları vasitəsilə mərkəzi prosesora ötürülür. Mərkəzi prosesor çıxışa verməli olan informasiyaları çıxış qurğularına ötürür. Çıxış qurğularına. Və CPU emal eləməli. CPU ilə də yaddaş qurğusunun arasında, yaddaş qurğularının arasında davamlı olaraq al-ver mübadiləsi gedir. Yəni, yaddaş qurğusuna müraciət eləyir, oradan informasiyanı götürür, emal eləyir, çıxışa verir. Yəni, burada kompüterin işləmə prosesi bu şəkildə tənzimlənir ümumi olaraq. İndi biz kompüterin hansı arxitektura ilə və hansı prinsiplərlə işlədiyini bildik. İndi biz gəlib bunları başlayırıq, hansı ki bu mərkəzi hissə, periferiya hissəsi yazmışıq. Biz gəlib başlayırıq bunları incələməyə. Görək bura nələr daxildir, burada nələr var. Deməli, kompüterdə biz birinci baxırıq,
kompüterin əsas tərkib hissələri. Söhbət fərdi kompüterdən gedir. Bir kompüterin əsas tərkib hissələrində nələr var? Gəldik yazdıq. Buradan kompüterin əsas tərkibi. Əsas tərkibi. İndi gəlin baxaq. Kompüterin əsas tərkibində nələr var? Kompüterin əsas tərkibində söhbət fərdi kompüterlərdən gedir. Burada var monitor. Ondan sonra burada nə var? Burada var klaviatura, mouse. Klaviatura və mouse. Klaviatura, mouse. Və bir də bu tərkibdə var monitor, klaviatura, mouse və bir də var sistem blok. Bu fərdi kompüterin əsas tərkibidir. 3 əsas qurğudan ibarət. İndi monitor. Monitor bu çıxış qurğusudur. Monitor vasitəsilə siz verilənlər ekranda əks olunur. Verilənlərin ekranda əksini görürsünüz. Klaviatura, mouse nə olan şeydir? Klaviatura, mouse vasitəsilə siz informasiyanı kompüterə daxil edirsiniz və bir də sistem blok. Bu sistem blokda kompüterin işləməsi üçün bütün zəruri vacib qurğuları, mikrosxemləri öz daxilində saxlayır. İndi bu sistem blokun da içərisində nələr var, onları başlayıb öyrənəsirik. Bu oldu bizdə kompüterin əsas tərkib hissələri. Əsas tərkib hissələri bunlara aid. İndi biz buradan gəlib baxırıq nələrə? Biz monitor, klaviatura, mouse'dan onsuz da bu giriş-çıxış qurğularında, bax bu periferiya hissəsi deyirəm, periferiya hissəsində giriş-çıxış qurğularında bütün qurğulara toxunasıyıq. Ona görə monitor, klaviatura, mouse haqqında hələ ki danışmıram. Gəlib nədən danışasıyam? Gəlib danışıram birinci bu sistem blokun içərisindəki qurğulardan. Ondan sonra gəlib bu giriş-çıxış qurğuların ayırd eləyəsiyik. İndi bizdə gəlib danışırıq nədən? Gəlib danışırıq sistem blokun tərkibində nələr var? Buradan qeyd elədim. Sistem blok. Deməli, baxın. Sistem blokun içərisində birincisi biz danışasıyıq prosesor və yaxud mikroprosesor. Bilinci eyni şeydir. Prosesor və yaxud mikroprosesor. Prosesor və yaxud mikroprosesor. Bu mikroprosesor nədir? Bu mikroprosesor bildik hesab məntiq qurğusudur. Hesablama məntiq əməliyyatlarını yerinə yetirir. Hesablama məntiq əməliyyatlarını yerinə yetirir və bir də idarə etmə işini görür. İdarə etmə qurğusudur. Mikroprosesoru kompüterin beyni kimi düşünmək olar. Biz necə ki beynimiz vasitəsilə düşünürük, qərar veririk, informasiyanı emal edirik. Eyni şeydə mikroprosesor yerinə yetirir. Mikroprosesor nədir? Həm hesablama əməliyyatlarını yerinə yetirir, həm idarə etmə işini görür. Plus mikroprosesorun gördüyü iş informasiyanı emal edir. Onu da buradan yazıram. İnformasiyanı emal edir. İndi baxın. Bu mikroprosesorun özünün, indi bizdə tərkib hissədə nələr var idi? Mikroprosesor və daxili yaddaş qurğuları. İndi bu mikroprosesorun ardınca bir neçə daxili yaddaş qurğularının adını çəkirik. Mikroprosesorun özünün, mikroprosesora məxsus registr yaddaşı var. Registr yaddaş. Bu registr yaddaş nə olan şeydir? Bu, daxili yaddaş qurğuları arasında ən sürətli yaddaşdır. Ən sürətli. Registr yaddaşın ardınca keş yaddaş gəlir. Keş yaddaş. Bu orta sürətlidir. Yəni orta sürət deyəndə yuxarıda birinci yerdə registr yaddaş dayanır. İkinci yerdə keş yaddaş dayanır. Bu elə bilin ki, bunun ardında da gəlir RAM yaddaş. RAM. Bu RAM yaddaşında digər adı əməli yaddaşdır. RAM yaddaşında digər adı əməli yaddaş. Elə bilin ki, keş yaddaş registrlə görürsünüz, ardıcıllıqda keş registrlə RAM-ın arasındadır. Bu keş yaddaş arada körpü rolu oynayır. Körpü rolu. Buna nə deyirlər? Deyir ki, deməli,
Register yaddaş register yaddaşdan ötürülən informasiya cache yaddaş vasitəsilə RAM-a ötürülür. Yəni burada registerlə RAM-ı müqayisə eləsə, ən sürətli registerdir. RAM sürət baxımından registerdən çox dala qalır. Ona görə də cache yaddaş arada bir uyğunlaşdırıcı rolunu oynayır. Yəni elə bil ki, registerdən sürətli aldığın RAM-a uyğunlaşdırıb ötürür. Yəni registerlə RAM-ın arasında bir körpü rolunu oynayır cache yaddaş. Yəni deyir ki, RAM-a olan müraciəti sürətləndirməyə çalışır. Cache yaddaşın gördüyü iş budur. Register, cache, RAM yaddaş. Bax, bu 3 dənə yaddaş qurğusu, hansı ki, buradan qeyd eləmişəm, bu yaddaş qurğularından. Bu yaddaş qurğuları haqqında biz nə deyirik? Bu yaddaş qurğuları haqqında, buradan çərçivənin içərisinə alıram və oxla qeyd eləyirəm bunları. Bunlar haqqında biz deyirik ki, bunlar enerjidən asılı yaddaşdır. Enerjidən asılı. Və bunlara müvəqqəti yaddaş deyirik. Müvəqqəti yaddaş. Enerjidən asılı müvəqqəti yaddaş. Enerjidən asılı müvəqqəti yaddaş nə deməkdir? Yəni siz burada uzun müddət informasiya saxlaya bilməzsiniz. Sual verərsiniz, müəllim, bəs burada informasiya nə qədər müddətdə qalır? Siz cari anda kompüterdə hansı informasiya ilə çalışırsınızsa, çalışdığınız müddətdə həmin məlumatlar bu 3 yaddaş vasitəsilə sizin qarşınıza çıxır. Siz həmin işinizi bitirdikdə həmin verilənlər bu yaddaş qurğusundan silinir və yaxud kompüterinizi söndürdükdə bu yaddaş qurğusundakı məlumatlar sıfırlanır. Yəni, bu yaddaş qurğuları cari anda verilənlərlə, yəni cari anda verilənlərlə, cari anda olan, yəni hal-hazırda kompüter hansı proqramla işləyirsə, cari anda olan verilənlərlə işləyir. Yəni kompüter söndürüldükdə artıq bu yaddaş qurğusundakı informasiyalar silinir, sıfırlanır. Bu nə deməkdir? Tutaq ki, siz telefonuna bir oyun oynayırsınız. Bax, o oyunu oynamanıza səbəb bu yaddaşlardır. Bu yaddaşlar var ki, aktivdir ki, siz o oyunu oynaya bilirsiniz. Əgər bu yaddaşlardan hər hansısa biri olmasa, cari anda o oyundan siz oynaya bilməyəsiniz həmin telefonunuzda. Niyə? Çünki bu informasiyaları saxlayan, hal-hazırda kompüterin işlək vəziyyətində bu informasiyanı bu 3 dənə yaddaş saxlayır. Proses belədir. Tutaq ki, sizin telefonunuzda sevdiyiniz bir oyun var. Məsələn, nə bilim, tutaq ki, deyək, misal üçün də PUBG, məsələn. Məşhurdur deyə onun adını deyirəm, yəni mən oyunları ilə tanımıram. Tutaq ki, bu PUBG oyununda siz telefonunuzdan PUBG oyununu açmaq istəyirsiniz. İlk işə düşür mikroprosesor. Bu oyunlardır, şəkillərdir, videolardır. Bunların hamısı cihazınızın sərt diskində olur. Mikroprosesor sərt diskə müraciət edir, həmin informasiyanı alır. Həmin informasiyanı aldıqdan sonra onu ötürür register yaddaşa, register onu ötürür cache yaddaşa, cache ötürür RAM yaddaşa. Artıq PUBG oyununuz RAM yaddaşa yüklənibsə, oyun aktivdir və siz oyunu oynaya bilirsiniz. Yəni, cari anda sizin hər hansısa bir işinizi görə bilməniz üçün həmin proqramın RAM yaddaşa yüklənməsi lazımdır və bu ardıcıllıq sadaladığım kimidir. Birinci məlumatlar mikroprosesor vasitəsilə emal olunur register yaddaşa, register onu ötürür cache yaddaşa, cache ötürür onu RAM yaddaşa. Sən oyunu oynayıb bitirəndən sonra həmin sənin RAM yaddaşında olan verilənlərin artıq RAM yaddaşdan silinmiş olur və ya kompüter söndürüldükdə həmin verilənlər RAM yaddaşdan silinmiş olur. Bu demək deyil oyun kompüterdən və yaxud cihazdan silindi. Oyun qaldı. Harda qaldı? Xarici yaddaşda. Hal-hazırda istifadə edirəmsə, əməli yaddaşda uzun müddət saxlayıramsa, xarici yaddaşda saxlayacağım. İndi gəldik. Register, cache, RAM yaddaşının adını çəkdik. Biz bayaq daxili yaddaş qurğularında gəlirik, davam edirik. Bir var. ROM yaddaş, ROM. Bu ROM yaddaşda daimi yaddaşdır. ROM yaddaş. Bu nə oldu? Bu oldu daimi yaddaş. Bu informasiyanı uzun müddət yadda saxlayır. Buradan informasiyanı silib sıfırlamaq mümkün deyil. Bir də kompüterin vaxt, tarix, saat ayarlarını yadında saxlayan KMOS yaddaş var. Bu da dediyim kimi vaxt, tarix, saat ayarlarını saxlayır ki, sizin cihazınızda
Hər zaman daxil olanda güncəl vaxt, tarix, saat ayarlarını görmüş olursunuz. Ümumilikdə baxın, bu qeyd elədiyim, baba indi bunu da bir qara çərçivəyə alıram. Deyə baba buradan bura qədər. Baba görürsünüz bu hissəni. Bu qara çərçivəyə aldığım hissə, buradan da gəlib bunu qara çərçivəyə alıram. Baxın uşaqlar, bu qara çərçivənin içərisinə biz gəlib deyəsiyik daxili yaddaş qurğuları. Daxili yaddaş, daxili yaddaş qurğuları. Daxili yaddaş qurğuları. Yəni sadəcə bu 5 dənə yaddaş qurğusu daxili yaddaş qurğularıdır və yadınızda saxlayın. Ötürmə sürətinə görə ən sürətli yaddaş seçin deyəndə birinci yerə daxili yaddaş qurğularını qoymalısınız, ikinci yerə xarici yaddaş qurğuları qoymalısınız. Yəni məsələn, ən sürətli yaddaş qurğuları seçin. Cavabda 4 dənə xarici yaddaş, bir dənə daxili yaddaş varsa, mütləq oradan daxili yaddaşı ən sürətli yaddaş kimi seçməlisiniz. Yox, təbii ki, 5 dənəsindən 3 dənəsi xarici yaddaşdır, 2 dənəsi daxili yaddaşdır. Onda baxıram ardıcıllığa. Keş ən sürətlisidir, RAM ən zəifidir. Yəni bu şəkildə suallar qarşınıza çıxanda bunları həll edirsiniz. Deməli, biz mikroprosesordan danışdıq, daxili yaddaş qurğularından Müəllim, danışdıq. bir sualım var. Buyur, buyur. Deməli, ROM yaddaş xarici sayılır, yoxsa daxili sayılır ROM yaddaş? ROM yaddaş daxili yaddaşdır. ROM, Bunların e, hamısı daxili yaddaşda o şey. bəli, bəli, burada yazdığımız Aha. daxili yaddaşdır. Ha, çox sağ ol. Xarici yaddaşlarında nə olduğunu birazdan deyəcəm. Yəni izahda görəsən ki, xaricilərdə hansıdır. ROM yaddaş hansı məlumatları saxlayır? ROM yaddaş, indi mən o dərinliyə girmirəm. Əslində texniki təminat bölməsi belə deyək də, abituriyent səviyyəsində biraz bayazdır, amma əslində geniş danışılası hissələri çoxdur. ROM yaddaş özündə saxlayır iki dənə proqram. Bunlardan biri BIOS proqramıdır, biri POST proqramıdır. Qısaca biz onları ümumi adı altında adlandırırıq BIOS proqramı. BIOS proqramı nə edir? Kompüter işə düşərkən ilk işə düşən proqramdır. Kompüterin işə düşməsini təmin edir. Əməliyyat sistemini işə salır. Yəni əməliyyat sistemini gətirir xarici yaddaş hard diskdən əməliyyat yaddaşı RAM-a yükləyir. Və əməliyyat sistemi RAM-a yüklənirsə, kompüter artıq işlək vəziyyətə gəlir. Və kompüter işə düşəndə eyni zamanda kompüterin daxili qurğularının diaqnostikasını həyata keçirir. Özündəki post proqramı vasitəsilə və əgər hər hansısa bir qurğuda nasazlıq olsa, istifadəçiyə bununla bağlı siqnal səsləri göndərir. Yəni bu ROM-un tərkibində olanlardır. Sadəcə ROM yaddaş qurğusu haqqında çox geniş, detallı məlumat yoxdur deyə nəzəriyyənizdə. Mən ona görə bunun üzərində çox da geniş dayanıb danışmıram. İndi gəldik, baxdıq. Deməli, ana platanın üzərində olan daxili yaddaş qurğularından danışdıq. İndi biz gəlib nədən danışasıyıq? Gəlib danışasıyıq bir də ana platanın üzərində ROM-la KMOS enerjidən asılı deyil. Əgər enerjidən asıllıq söhbəti yalnız və yalnız bu register keş RAM-a aiddir. Operativ yaddaşın özü də elə RAM-dır. Operativ yaddaş, RAM yaddaş eyni şeydir. Əməli, bax, bunun kənarından operativi də qoyun yazaq. Əməli və yaxud operativ. Yəni, operativ yaddaş sözü də RAM-a aiddir. İndi gəldik, baxdıq. Mikroprosesor, register, cache, RAM, ROM, KMOS. Ondan sonra sistem blokun içərisində, yəni bu söhbət burada yazdığım qurğular, sistem blokun içərisindəki ana platanın üzərində olan qurğulardır. Sistem blok və ana platanın üzərində olan qurğulardır. Ana plata sistem platasıdır. Kompüterin işləməsi üçün bütün zəruri və vacib qurğular həmin bu ana platanın üzərində. Eyni zamanda baxın, burada sadaladığım mikroprosesordur, registerdir, cache'dir, RAM-dır, ROM-dur, KMOS-dur. Bunlar ana platanın üzərində yerləşir. Və uşaqlar, daxili yaddaşla xarici yaddaşı fərqləndirməyin bir üsulunu deyirəm sizə. Nəyə görə daxili yaddaş, xarici yaddaş deyirsiniz? Əgər yaddaş qurğusu sadaladıqlarımız, hansı ki, bax bu 5 dənəni sadalayıram ha, sadaladıqlarımızdan hansı ana plata üzərindədirsə, onlar daxili yaddaş olur. Artıq bundan sonra öyrənəcəyimiz ana plata üzərində olmayan yaddaş qurğularının hamısına biz xarici yaddaş qurğuları deyəsiyik. Yəni, ola bilər ki, yaddaş qurğusu sistem blokun içərisində olsun.
Ancaq ana plata üzərində olmasın. Sistem blokun daxilindədirsə, ana plata üzərində deyilsə, onda xarici yaddaş qurğusu olacaq. Daxili yaddaş qurğusu olması üçün nə olmalıdır? Ana plata üzərində olması lazımdır. İndi gəldik Register Cache RAM ROM CMOS. Ana platanın üzərində sonra başqa nələr var? Ana platanın üzərində ondan sonra var slotlar. Slotlar nə olan şeydir? Bunlara deyirlər genişlənmə yuvaları. Genişlənmə yuvaları. Məsələn, tutaq ki, siz eşidəsiniz, indi IT sahəsində falan olanda, kompüterlərlə tanışdığınız olanda, gedirsiniz kompüter almağa, kompüter satan deyir ki, istəsən gələcəkdə bunun RAM yaddaşını artıra bilərsən. RAM yaddaşını nətər artırarsan? Ana platanın üzərində bəzi qurğuları yerləşdirmək üçün yuvalar nəzərdə tutulub. Bunlara nə aiddir? Məsələn, RAM yuvaları, məsələn, xüsusi plataların yuvaları. Yəni biz ana platanın üzərinə bir RAM birləşdiririksə, RAM birləşdirmək üçün olan yuvanın sayı birdən çoxdur. Yəni bir dənə deyil. Baxın, həmin bu yuvaları adlandırırıq slot. Extension slot deyirlər bunlara. Genişlənmə yuvaları. Yəni biz bunun vasitəsilə kompüterimizə əlavə platalar və yaxud əlavə yaddaş qurğuları qoşa bilərik. Ondan sonra ana plata üzərində nələr var? Ana plata üzərində var şinlər. Şinlər nə deməkdir? Şinlər naqillərdir. Naqillər də bizim üçün rabitə kanalıdır. Bunlar informasiyanın ötürülməsini təmin eləyir. Rabitə kanalı. Ondan sonra ana plata üzərində var kontrollerlər. Kontrollerlər nə olan şeydir? Bunlar da kompüterə qoşulan xarici qurğuları idarə edən mikrosxemlərdir. Xarici qurğuları idarə edən mikrosxem. Bu nə olan şeydir? Yəni, məsələn, sən kompüter və bir printer birləşdirmisənsə, sən kompüter və bir skaner birləşdirmisənsə və yaxud hər hansısa digər başqa bir qurğu birləşdirmisənsə, bu qurğular kompüter üçün sonradan qoşulan xarici qurğular hesab olunur və onları idarə eləmək üçün ana platanın üzərində kontroller mikrosxemlərinə ehtiyac var. Bunlar kompüterə qoşulmuş xarici qurğuların işini idarə eləyən mikrosxemlərdir. Ondan sonra bizdə nə var? Slotlar, şinlər, kontrollerlər. Əslində burada chipsetlər var, takt impuls generatorlar var. Nəzəriyyədə bunlar haqqında məlumat yoxdur deyə mən də sizə əlavə informasiya ilə yükləmirəm. Bir də nələr var? Bir də var əlavə platalar. Yəni səs kartı var, səs informasiyasını emal eləyəcək. Ondan sonra şəbəkə kartı var, şəbəkə informasiyasını emal eləyəcək. Şəbəkə kartı. Ondan sonra video kart var ana platanın üzərində. Görüntü informasiyasını emal eləyəcək. Yəni, ekranda, monitorda olan görüntünü bizə gətirib çıxardacaq. Ondan sonra bir də nə var? Bir də var, deməli, bu qurğuların kompüterlə əlaqələnməsi üçün portlar və birləşdiricilər. Portlar və birləşdiricilər də nədir? Qurğuları kompüter vasitəsilə əlaqələndirmək üçün lazım olan vasitələrdir. Məsələn, tutaq ki, siz bunların da özlərinin xüsusi adları var. Məsələn, tutaq ki, USB portu. USB portu universal portdur. Əvvəllər prinsip belə gedirdi. Hər qurğu öz portu ilə qoşulmalıdır. Sonra gördülər ki, yox, bu düşüncə yanlış düşüncədir. Yeni bir qurğu çıxsa gərək ona görə biz kompüterdə bir dənə port icad edək. Dedilər ki, belə getməz. Sonra nə fikir yürütdülər? Dedilər ki, bir neçə qurğu bir portla qoşulmalıdır və ona görə gətirdilər, yaratdılar USB portları. 2000-ci illərdə yaranıb USB portu. USB portu artıq, misal üçün, bugün USB portu ilə siz klaviatura qoşa bilirsiniz, mouse qoşa bilirsiniz, printer qoşa bilirsiniz, nə bilim, skaner qoşa bilirsiniz və s. və axır. Müxtəlif qurğular birləşdirə bilirsiniz. Bunların da hamısı qurğuların birləşdirilməsi üçün kompüterin ana platasında olan birləşdiriciləri biz adlandırasıyıq sizlə port. Bunlar da nə oldu? Bunlar da oldu kompüterin ana platası üzərində olan əsas detallar, əsas mikrosxemlər. İndi biz gəlib nədən danışasıyıq? İndi biz gəlib danışasıyıq
Deməli, bu ana platadan danışdıq. Biz gəlib danışasıyıq daxil etmə, xaric etmə qurğuları və bir də xarici yaddaş qurğuları. Kompüterdə biz sizlə qurğuları ümumilikdə 3 yerə bölürük. Bu qurğular hansılardır? Başlayaq onlardan danışaq. Deməli, gəldim yazdım buradan giriş-çıxış qurğuları. Deməli, giriş, giriş. Elə bunu belə yazıram. Giriş qurğuları bölürəm bir neçə yerə. Yəni giriş qurğuları vasitəsilə siz informasiyanı kompüterə daxil eləyəsiniz. Ondan sonra qeyd eləyirəm çıxış qurğuları, çıxış qurğuları və bir də qeyd eləyirəm hər iki işi görə bilən qurğular giriş-çıxış qurğuları. Giriş və çıxış qurğuları. Giriş qurğuları, çıxış qurğuları və bir də giriş-çıxış qurğuları. Giriş-çıxış qurğuları. İndi gəldik, baxdıq. Nədir məsələmiz? Deməli, birinci baxırıq giriş qurğuları. Adından da görsənir. Nə işə yarayır? İnformasiyanı kompüterə biz o qurğular vasitəsilə daxil eləyirik. Bunlar daxil etmə qurğuları da adlanır. Giriş qurğularının içərisində nə var? Birinci, adını çəkirik klaviaturanın. Klaviatura informasiyanı kompüterə daxil edən qurğudur. Hansı informasiyanı daxil eləyə bilərsiniz klaviatura vasitəsilə? Mətn informasiyasını daxil eləyə bilərsiniz, ədəd tipli informasiyanı daxil eləyə bilərsiniz. Yəni giriş işin görəsidir həmin bu klaviatura. Ondan sonra biz adını çəkə bilərik mouse'un. Mouse da giriş qurğusudur. Deməli, bircə dəqiqə düz istəyirəm. Davam edirəm. Mouse da giriş qurğusudur. Mouse da kompüterə müəyyən informasiyanın, adətən əmrləri daxil eləmək üçündür. Mouse'un sol düyməsi əmr düyməsidir. Hər hansısa bir əməliyyatı icra eləmək üçündür. Sağ düyməsi isə adətən kontekst menüsünü açır. Və mouse'un bir neçə növü var. Mouse növləri arasında hansıların adını çəkə bilərik? Pen mouse'lar var. Pen mouse. Pen mouse nə olan şeydir? Qələm mouse. Bunlara stiluslar da deyirlər. Məsələn, tutaq ki, hal-hazırda mənim yazı yazdığım düzdür, mən digitizerin qələmidir. Amma məsələn, bu hal-hazırda mənim üçün bir pen mouse funksiyasını görür. Bunlara stiluslar da deyirlər. Ondan sonra bunların arasında var touchpadlər. Touchpadlər hansıdır? Touchpadlər dokunmatik. Bu notebookların üzərində olan sensor mouse əvəz ediciləridir. Bir də var normal əl, trackball, əlinizdə istifadə elədiyiniz mouselar. Bunlar oldu mouse növləri. Klaviatura mousedan sonra biz adını çəkə bilərik skaner. Skaner qrafik informasiyanı kompüterə daxil eləyir. Skaner nə edir? Məsələn, biz testləri falan kitablardan skan eləyib PDF halına salıb sizə göndəririk. Skaner kağız üzərində olan informasiyanın şəklini çəkir, qrafik formada kompüterə daxil eləyir. Sənədlərinizi misal üçün, sizin də inşallah universitetə qəbul olanda portal qeydiyyatında deyəcək ki, şəxsiyyət vəsiqəsinin skan olunmuş versiyası. Gedəsiniz, şəxsiyyət vəsiqənizi skan elətdirəsiniz, elektron formanı portala yükləyəsiniz. Ondan sonra deməli, klaviatura, mouse, skaner, mikrofon. Mikrofon səsi kompüterə daxil eləyən qurğudur, mikrofon. Ondan sonra web kamera. Web kamera görüntünü kompüterə daxil eləyən qurğudur, giriş qurğusudur web kamerada. Ondan sonra bir də qrafiki planşet ya da digitizer. Məsələn, mən hal-hazırda bu digitizerdən bu da baxın bir lövhədir. Məsələn, mən bunun vasitəsilə mən bu lövhənin üstündə yazını yazıram və siz bu yazını əl yazısı kimi görürsünüz. Bu da daxil etmə qurğusudur. Digitizerdən adətən qrafik dizaynerlər şəkil falan çəkmək üçün istifadə edir. Hər hansısa dizayn üçün istifadə edir. Biz müəllimlərdə onlayn dərslərdə istifadə edirik. Bunlar olur bizdə daxil etmə qurğuları. Sonra gəldik çıxış, xaric etmə qurğuları. T hərfini yadınızda saxlayın. 3 dənə P ilə qurğu var, 3-ü də çıxış qurğusudur. Bunlar hansılardır? Deməli, burada var proyektor. Proyektor
deməli, görüntünün daha böyük ölçüdə proyeksiyasını, əksini verən qurğudur. Ondan sonra plotter. Plotter, baxın bu da çıxış qurğusudur. Nə iş görür? Printer bilirsiniz. Printeri demək olar ki, aşağısı yuxarısı hamı görüb, hamı nə iş gördüyünü bilir. Bilirsiniz ki, məlumatı kağız üzərində çap eləyir. Plotter haqqında eyni şey deyirik. Deyirik ki, plotterdə informasiyanı kağız üzərində çap eləyir. Bəs onda buna niyə plotter deyirlər? Elə printer desinlər də. Bunun səbəbi nədir? Deyirsiniz ki, plotter böyük ölçülü, iri həcmli obyektləri dəqiqliklə çəkmək üçün lazım olan qurğudur. Məsələn, siz printerdə xəritə çap eləyə bilməzsiniz. Böyük xəritə harda çap olunacaq? Plotterdə çap olunacaq. Ondan sonra böyük reklam kağızları, afişalar, böyük ölçüdə verilənləri printer çap eləyə bilmir. Bunlar harda çap olunur? Plotterdə. İndi bir də gəldik, danışdıq printerlərdən. Printerlərdə çıxış qurğusudur. İnformasiyanı daha belə deyək də, informasiyanı kağız üzərində çap eləyib bizə verən qurğudur. Printerlərdə adətən bölünür iki yerə. Sadəcə topluda deyəsən bununla bağlı suallar bilmirəm, qarşıma çıxmayıbdı. Yəni səhv xatırlamış da ola bilərəm. Printerlərdə adətən bölürlər zərfli və zərfsiz olmaqla. Printerlər bölünür iki yerə. Deməli, bir var zərfli printerlər, yəni zərbə texnologiyası ilə işləyənlər. Bir də var zərfsiz printerlər. Bir də var zərfsiz. Yəni bunlar da zərfli printerlərdə matrisli, literli printerlər var. Adından da göründüyü kimi zərbə vurmaqla, yəni simvollar vərəqin üzərinə döyəclənilməklə vərəqdə görüntü alınır. Zərfsizlərin də özü bölünür bir neçə yerə. Zərfsizlərdə hansılar var? Zərflilərdə qeyd olunur sadəcə matrisli printerlər, matris printerlər. Zərfsizlərdə var şırnaqlı printerlər, şırnaqlı. Ondan sonra var lazerli, lazerli. Və bir də var LED printerlər, lazerli və ya LED printerlər. Deməli, bu şırnaqlılar hansıdır? Bu rəngli toylarda falan şəkil çəkdirirsiniz. Bax, o şəkil çap edən printerlər kraska ilədir. Rəngi var onların. Onlar rəngli printerdir. Lazerli printerlər hansıdır? Kağızı çap eləyib əlinizə alırsınız. Görürsünüz, vərəqlər istidir, qapı qaynar. Bax, o lazerli printerdir. Orada baraban vərəqi qızdırır və vərəqin üzərinə toner hopdurularaq görüntü alınır deyə. Yəni, qızmış vərəqin təsirindən o quru toz hissəcikləri vərəqin üzərində yapışıb qalır deyə siz orada mətnləri görürsünüz. Və bu cür printerlər lazerli printerlər adlanır. Bir də var, deməli, bunu mən lazerli deyini şeydir. Mən bu axırıncı səhv yazmışam. Bu axırıncı olmalıdır termiki printerlər. Bu termiki printerlərdə nə olan şeydir? Termiki printerlərdə bu marketlərdə falan çeklər verirlər, ödəmə terminallarında zadda balaca kağızlar. Bax, həmin o C ölçülü kağızları çap eləyən printerlərdə termiki printerlərdir. Ondan sonra çıxış qurğularının arasında nə var? Çıxış qurğularının arasında deməli, adım biz nəyin qeyd eləyə bilərik? Çıxış qurğularının arasında monitorların adını qeyd eləyə bilərik. Monitorlar informasiyanın çıxışını verir bizə. Ekranda göstərir bizə məlumatları. Ondan sonra biz çıxış qurğuları arasında səs ucaldan kolonkaların adını qeyd eləyə bilərik. Səs kolonkaları. Və bir də qulaqçıqların adını qeyd eləyə bilərik. Naushniklər. Yəni, bunlar informasiyanın çıxışını həyata keçirən qurğulardır. Bir də var giriş-çıxış qurğuları. Giriş-çıxış qurğuları həm informasiyanın daxil, həm də informasiyanın xaric olunmasını həyata keçirən qurğulardır. Burada nələr var? Giriş-çıxış qurğularının arasında var faks aparatı. Faks aparatı hələ də qalır. Çoxdanın qurğusudur. İnformasiyanın göndərilməsini və qəbul olunmasını təmin eləyir. Ondan sonra var modem. Modem siqnalların keçidini təmin edən qurğudur. Əslində modemin iş prinsipi mən internetin sürətindən danışanda sizə izah eləmişəm ki, cihazla modem bir-birinə davamlı olaraq siqnal ötürür. Yəni modemə giriş və modemdən çıxış olur. Modem siqnalı alır, çevirir, təzədən cihaza ötürür və biz bu şəkildə internetdən təmin olunuruq. Buna modulyasiya, demodulyasiya prosesi deyilir. Yəni analog siqnalın rəqəmsal siqnala çevrilmə prosesi. Modulyasiya, demodulyasiya. Elə modem sözü də buradan yaranıbdır.
Sonra bir də var bizdə nə sensor ekran. Sensor ekranda yəni bu telefonlarımız əslində giriş-çıxış qurğulardır. Nəyə görə? Monitor funksiyası var. Ekrana baxsan, monitora baxsan. Monitor çıxışdır. Bir də siz giriş hissəni ekranın özündə keçirirsiniz. Məsələn, klaviaturanı ekranın özündə açırsınız. Deməli, siz eyni vaxtda həmin ekran vasitəsilə informasiya daxil də edə bilirsiniz. Ona görə bu qurğularda giriş-çıxış qurğuları adlanır. Bu da oldu bizdə qurğularımızın təyinatı. Bununla da bağlı testdə suallar var, qarşınıza çıxacaq. Sonra bir də gəlib danışırıq nələrdən? Sonra bir də gəlib danışasıyıq xarici yaddaş qurğularından. Xarici yaddaş, xarici yaddaş qurğuları. Yadınızda saxlayın. Xarici yaddaş qurğuları haqqında nə deyirik? Xarici yaddaş qurğuları. Birinci, daxili yaddaş qurğularının informasiyanı uzun müddət yadda saxlama söhbəti yox idi. Ancaq xarici yaddaş qurğuları bunlar nədir? Bunlar informasiya daşıyıcılarıdır. İnformasiya daşıyıcılarıdır. Daşıyıcılarıdır. Nə deməkdir? O deməkdir ki, bunlar informasiyanı uzun müddət yadda saxlanılır. İnformasiya uzun müddət yaddaşda informasiya uzun müddət yaddaşda saxlanılır. Aha, bu xarici yaddaş qurğularının özəllikləri. Hansı yaddaş qurğularını tanıyırıq? Deməli, yaddaş qurğuları arasında deməli, birinci, biz adını çəkirik sərt disk və əzizli disk. Birinci deyirik hard disk, HDD, sonra da deyirik əzizli. Bunlara deyirik sərt disklər. Baxın, bu iki dənə yaddaş qurğusu hal-hazırda ən çox belə deyək də kompüterlərdə istifadə olunan köhnə kompüterlərdə ancaq hard disklərdir, müasirlərdə hard disklərdə olur, əzizli disklərdə olur. Bunlar maqnit disklər sayılır. Maqnit disklər. Amma əzizli disklər optik disklərdir. Deməli, bunlarda informasiyanın oxunma sürəti hard diskdən daha yüksəkdir. Yəni, belə yazıram. Oxunma sürəti, elə yazılma sürəti də hard diskdən, HDD-dən yüksəkdir. Nə deməkdir? Bu əzizli disklər haqqında reklam çarxı hazırlamışdılar. Əzizli disklər çıxanda 2 dənə eyni kompüteri yan-yana qoyurdular. Eyni markalı kompüterdə. Birində istifadə olunur hard diskdən, birində istifadə olunur əzizli diskdə. İki kompüterin ikisi də eyni anda yandırılır, işə salınır. İşə salınanda, məsələn, hard diskdə olan informasiya, yəni kompüter 2 dəqiqə neçə saniyə açılır ümumilikdə. Amma əzizli ilə olan yarım müddətə, yəni 1 dəqiqədən az vaxt, 50 neçə saniyə açılır. Yəni, insanlara, belə deyək də, vərdiş elətdirmək istəyirdilər ki, əzizli ilə işləmək daha sürətlidir. Yəni, insanlara bunu çatdırmağa çalışırdılar bu reklam vasitəsilə. Yəni, göstərirdilər ki, əzizli olan notebookların işləmə sürəti daha yüksəkdir və kompüter daha tez işə düşür. Deməli, bunların sabit yaddaşı yoxdur. Sabit yaddaş nə deməkdir? Yəni, bunlar artan həcmli yaddaş qurğularıdır. Bu gün hər ölçüdə hard disk və əzizli disklərdən istifadə oluna bilər. Yəni, gündəlik həyatımızda kompüterlərdə. Böyük ölçüləri də var, kiçik ölçüləri də var. Amma yəni sabit deyil. Ondan sonra yaddaş qurğuları arasında nə var? Floppy disklər var. FTD. Bunlara deyirlər ya floppy disklər, floppy disk. Ya da deyirlər elastik disklər, floppy disk və yaxud elastik disklər. Uşaqlar, bunlar hal-hazırda sıradan çıxıb istifadə olunmur. Aşağı yaddaş səbəbinə görə. Hal-hazırda, yəni bu yaddaş qurğuları əvvəllər 1,44 megabaytlıq bir həcmi olurdu. 1,44 megabayt məsələn də, mən deyirəm 2000-ci illər üçün böyük yaddaş hesab oluna bilərdi. Amma hal-hazırda siz telefonla bir dənə şəkil çəkirsiniz, şəklin həcmi az qalır ki, 5 megabayta çatsın.
Yəni bu gün 1,44 megabaytlıq bir həcm bu günün reallığı ola bilməz və bu gün demək olar ki, heç kim bundan istifadə eləmir ümumiyyətlə. Ona görə artıq bu yaddaş qurğuları sıradan çıxıb, istehsalı Müəllim, bir sualım dayanıb. var. Buyur, buyur. Bu hard disk və SSD bu daxili yaddaş olan ROM ola bilər? Sən onu telefon üzərindən soruşursan məndən. Xeyr, Yəni notebookdan. bizə bax gözlə deyim izahını sənə. Ə, yaxın notebookunu sən yaxın zamanlarda almısan yoxsa çoxdan almısan? Yaxın zamanlarda. Ay sağ ol. Elə ona görə o sualı verirsən sən mənə. Çünki Amma aldığın əvvəl yer istifadəçisi olmuşam da, yəni notebookum. Çox həm də. bildimi? Tamam. Bax orada sən o fərqi satış nöqtələrində ROM-u daimi yaddaş kimi böyük həcmlə yazırlar. Başa düşdün nə Tamam. demək? Bildim, bildim. Yəni orada dedikləri şey hansı ki o parametrlərin siyahısı var ha. O parametrlər siyahısında ROM göstərilir. ROM həcmi kimi göstərilir hard diskin ya da SSD diskin həcmi. Başa düşdün? Amma Bildim. Mən də elə əslində ona uyğun soruşurdum mən də. bildim ki, elə ona görə soruşursan. Çünki bu sual adətən mənə kimlər verir? Yeni notebook alanlar. Ə, Çünki orada dediyim kimi, əslində orada ROM-un təqdim olunması düzgün deyil. Orada verilən ROM həcmi, ROM daimi yaddaşdır. Daxili yaddaşı daimi yaddaş kimi verirlər. Çünki daxili yaddaş uzun müddət yadda, xarici yaddaş uzun müddət yadda saxlayır deyə, xarici yaddaşın həcmin daimi yaddaşın həcminə verirlər. Başa düşdün nə demək istədiyimi? Bildim, Amma bildim. ROM-un özü xüsusi bir mikrosxemdir. ROM müstəqil bir yaddaş qurğusudur. Aydındır? Bildim, bildim, bildim. Çox Aha, sağ ol. əla. İndi gəldik baxdıq. Floppy diskləri də dedik ki, sıradan çıxıb çünki aşağı yaddaşlıdır. Ondan sonra amma həcmi stabildir. Sonra biz adını çəkə bilərik CD disklərin və bir də xarici yaddaş qurğuları arasında DVD disklərin. Bunlar da standart həcmlidir. CD-lərin həcmi mən 700 megabayt qeyd eləyirəm. Amma bu 50 aşağı 50 yuxarı nəzəriyyələrdə görə bilərsiniz. 650, 700 belə yazırlar da. Yəni bir 600-700 arasında olur. DVD-lərdə həcm dəyişkəndir. CD-lərdən böyükdür. 4.7 GB-dan başlayır. Maksimum həcm 17.2 GB-a qədər ola bilər. Yəni bu arada DVD həcmləri ola bilər. Bunlar da kompakt disklər sayılır. Bunlarda da istənilən tipli informasiyaları saxlamaq olar. Hal-hazırda hələ aktuallığını itirməyib. İstifadə olunur CD, DVD disklər. Həcmləri o qədər böyük olmasa da istifadə olunur. Və bunlar iki yerə bölünür. CD-lər də, DVD-lər də. R tipli, RW tipli. Bu RW nə olan şeydir? RW, R tiplilər bunlara deyirlər read, yalnız oxunan. Yəni bu tipli yaddaş qurğularına siz informasiyanı yalnız və yalnız bir dəfə yaza bilərsiniz. Başa düşdünüz? Yəni orada R tipli yaddaş qurğularına informasiyanı yazıb silib təzədən yazmaq mümkün deyil. Əgər siz informasiyanı silib, sonra təzədən yazıb, sonra təzədən bir də silmək istəyirsinizsə, onda gərək RV tipli CD və yaxud DVD alasınız. Çünki bunlarda informasiyanı dəfələrlə silib yazmaq olur. Ondan sonra yaddaş qurğuları arasında biz adını çəkə bilərik. Ölçüsü kiçik, daşına bilən, rahat daşına bilən, kifayət qədər böyük həcmi olan yaddaş qurğuları, flash kartların adını çəkə bilərik. Bunlar da sabit tutumlu yaddaş qurğuları deyil. Hər ölçüdə flash kartlar var. Bu gün həcmi hətta belə deyək ki, terabaytlarla ölçülən belə flash kartlar var və terabayt çox böyük ölçü vahididir. Bir də biz adını çəkə bilərik. Flash kartların adını çəkiriksə, bu telefonlarda istifadə elədiyimiz mikrokartlar da var. İndi bilmirəm, siz istifadə edirsiniz, eləmirsiniz. Micro SD-lər deyirik bunlara. Bu mikrokartlar da yaddaş qurğularıdır. Telefonunuzun yaddaşını artırmaq məqsədi ilə istifadə olunur. Bunların da ölçüsü çox kiçikdir. Daşına biləndir, rahat daşına biləndir və kifayət qədər böyük həcmli informasiyalar saxlaya bilir. Bir də biz adını çəkirik maqnit lentlərin. Maqnit lentlər. Bu flash kartlar, mikrokartlar sabit həcmli deyil. Maqnit lentlər də sabit həcmli deyil. Maqnit lentlər nədir? Bunlara strimmerlər deyirlər. Strimmerlər. Maqnit lentlər yadınızda saxlayın uşaqlar. Evlərinizdə bilmirəm, qalıb qalmayıb valideynlərinizdən soruşsanız bilər. Video Lent micro al. kaseti. Nəyin kaseti?
Video maqnitofonun kaseti də yəni. Ay sağ ol. Maqnitofon kaseti, video kaset bu evlərinizdə qalmamış olmaz. Bu xeyir-şər videolarınızda, toy zad çəkilən videolar vardı ya, əvvəllər bir 15-20 il əvvəl toylar zadlar video kasetə çəkilirdi, video kamera ilə. İndi diskə yazılır. Amma o vaxtlar şeylərə video kasetlər var idi, həmin video kasetlərə çəkilirdi, lentalı kasetlərə. Bir də evlərinizdə indi sizdə misal üçün mahnıya erişiminiz rahatdır da. Telefonu açırsınız, YouTube açırsınız. Mahnıya qulaq asırsınız. Biz o vaxtda elə eləmirdik. Kaset alırdıq. Nə bilim, müğənnilərin kasetləri olurdu. O kasetləri də maqnitofona qoyub oxudurduq. Yəni o belə lentası var idi. Lentada qırılanda evdəkilərdən soruşsanız valideynləriniz bilər. Lakla zadla lentanı yapışdırırdıq. Mahnı oxuyurdu. Lentanın həmin yerindən gəlib keçəndə araya səslər belə qarışırdı. Çünki zədələnibdi, birləşdirmişik. İndi gəldik, baxdıq. Maqnit lentlərdə hal-hazırda aktuallığını itirib bitirməyinə, amma oxuna bilən yaddaş qurğulardır. Yəni amma belə kütləvi istifadəsi yoxdur. Yəni indi hal-hazırda satışda maqnitofon kasetlərinə rast gəlməzsiniz. Heç indi bu dəqiqə maqnitofonun nə olduğunu bilirsiniz? Evlərinizdə qalıb maqnitofon. Bəli, bəli. Hə, məsələn, Allah versən hardan qoşulur? Rayondan qoşulursan yoxsa Bakıdan qoşulursan? Xeyr, müəllim, Bakıdan. Bakıdan qoşulursan. Hə, rayonlarda nəcəb qalmayıbdı maqnitofon kasetləri? Rayonlardan, digər rayonlardan qoşulur, yoxsa Məlahət bilirəm Gəncədən qoşulur. O Gülsanə, video maqniton VHS-dir də, yəni bildiyimiz qara belə xırda. 2 dənə də belə fırladıcısı olur. hə, elədir, elədir. Hər ölçüdə var idi. Böyük musiqi playerləri, zadlar var idi o vaxtı. Yenə də eyni prinsiplə işləyirdi onsuz da. O kasetləri qoyurdun, yenə də oxuyurdular. Yəni o lentanı fırladırdı, düz deyirsən. O 2 dənə belə qara çıxıntısı var idi. Kaseti taxıb bərkidirdin ora. Qara çıxıntılar fırlanırdı, lentanı fırladırdı və musiqi səslənirdi. Əslində onların informasiya saxlaması daha keyfiyyətli idi. Çünki niyə? Baba buradan yuxarıda, bu streamer var ha. Bundan yuxarıda hansı ki yazdığım yaddaş qurğuları var ha. Bunlar informasiyanı rəqəmsal şəkildə saxlayır. Sıfırlar və birlərlə. Oradakı informasiya rəqəmsaldır deyə. Buradanca mexaniki. Bəli, orada virusa yoluxma təhlükəsi var. Amma maqnit lentdə informasiya analoq şəkildə saxlanılır deyə. Məsələn, bunun virusa yoluxma təhlükəsi yox idi. Bir dənə maqnit lentlərdə problem nə zaman olurdu? Maqnit lentlərdə problem zədələnmədən ola bilərdi ancaq. Yəni dediyim kimi kasetin lentası qırıldı, vəsə, yəni mahnı dayanacaqdı. Sən gərək onu belə deyək də, onda o problemi belə deyək də, yaxşı həll eləmək olmurdu. Əlimizdəki vasitə ilə həll eləyəndə də informasiyanın oxunmasında problem yaranırdı da. Problem buydu. Deməli belə, bu da oldu. Qurğudan ona görə də. Necə? Fiziki qurğudan ona görə. Bəli, bəli. Yəni belə deyək də, informasiya analoqdur və o lent çox həssasdır deyə onun yəni təmiri mümkün olan bir şey deyildi də. Yəni lentanın üstünə qoymalıydın və orada təbii ki informasiyanın həmin hissəsində oxuya bilmirdi. Onun üstündən keçirdi. Lenta fırlanır axı. Deməli belə biz texniki təminat dərsinin nəzəri izahını bitirdik sizlə. Bu mövzu sadəcə bunlardan ibarətdir. Mən buradakı qeydləri sizə göndərəcəm. Buradakı qeydləri diqqətlə baxsanız, nəzəriyyə oxumanız önəmlidir. Nəzəriyyəni çalışın ki, heç olmasa bir neçə dəfə oxuyun. Mən dərsin video qeydini də götürdüm. Video qeydi də göndərəcəm sizə. Buradakı qeydləri də göndərəcəm sizə və siz nə işləyəsiniz?